Salam dəyərli tələbələrim. Bu günləri icmaldan mənə atdığınız əl işlərinizə baxacağam. Hər biri həqiqətən çox qəşəngdir. Aralarında məsələn fərqli olanlar var idi. Yəni əsas məsələ atmalıdır uşaqlar. Bunun davamlılığını göstərməkdir, bunu etməkdir. Başqası bir söz deyər, başqası onu eləyər, başqası bunu deyər. Boş verin. Əsas məsələ, əgər bu sənətə hörmətiniz, marağınız varsa, niyə də olmasın, çox da videonu uzatmayaq və keçid edək. İlk işimiz 12 yaşlı. Baxın, 12 yaşlı bir uşağın əl işi burada görəcəksiniz. Yəni maraqlıdır, pis deyil. 12 yaş uşağı, 6-cı sinif uşağıdır. 6-cı sinif uşağı maksimum bu formada, yəni başlanğıc üçün pis deyil. Yəni özləri də işləyib daha yaxşı da işləyə bilər. Mən 11-ci sinif uşağı görmüşəm, heç bu səkidə işləyə bilmir. Yəni reallıqdan danışsa. İkinci işçi də 8 marta aiddir. Qəşəngdir. Gülləri çox xoşuma gəldi, maraqlıdır. 8-i də elə bir nəsə qoyub işləyib. Yəni maraqlı, pis deyil, qəşəngdir. Yəni deyirəm də 12 yaşlı bir uşaq işləyib, yəni əslində həvəs göstərir, maraq göstərir. Əsas məsələ odur. Bu işini digər iki işindən çox bəyəndim. Ağacların forması olsun. Ağacların forması mənə nəyə xatırlatdı? Van Goghun əl işlərindəki o forma və ölçülər onu xatırlatdı, nə yalan deyil. Qəşəngdir, siz özünüz də burada görəcəksiniz. Mən xoşuma gəldi. Sadəcə evin o birinci ev yox ha. İkinci ev biraz alt hissəsi mənə biraz qəribə gəldi. Yəqin təpəlikdə bir yerdədir. Yəni pis deyil, maraqlıdır. Aha, bu iş 11 yaşında uşaq işləyib. Salam müəllimə, mən çəkmişəm 11 yaşında. Yaşına görə pis deyil, amma belə qorxuducu şeylər çəkmə. Amma pis deyil, yəni maraqlıdır. T-Rex. Maraqlıdır. Qorxuducudur. Bu işimiz. Uzun zaman sonra çəkdiyim rəsm. Yorum eləsəz sevinərəm. Bu kimdir görəsən? Bax, hə. Şəklin özünü atır, sonra isə çəkdiyini atır. Sonra siz üçün belə yanaki qoyaram ki, siz özünüz avtomatik səhvi tutarsınız. Burada əsas məsələ səhv tutmaq deyil. Səhv tutsam mən 1000 dənə səhv tutaram. Əsas məsələ öyrənməkdir. Və həmişə çalış ki, sən də özündə şəklini çəkəndə yanaki belə kollaj. Yəni necə ki mən burada yerləşdirmişəm. Avtomatik qızın üzündəki o şeyi görəcəksən. Burada məsələn bir də saçı daha belə həcmlidir. Əslində bu qulağın bu üst hissəsi ki var, belə baxış atı və o ya baxışı tutmursa, sadəcə burunla göz arasındakı məsafə ki var, onda biraz problem var. Dodağında qəşəngdir. O şey vermirsən, o vibe vermirsən. Sadəcə dediyim kimi o saçın çoxluğu, bir də qaşın ümumi forması. Pis eləsin, qaş da qəşəngdir. Gözdə sadəcə biraz kiprik sayı çıxarda bilərsən. Özü belə baxıb, belə aşağıya doğru tutuzdurmursan qəşəngini. Bir də burnu ümumiyyətlə genişdir. Sən burnunda bir mini xırdadır. Onda həm də halqası təmiz, oradan görsən. Səndə burun deşikləri arasındakı məsafə də azdır, plus burun da balaca olduğuna görə oradakı o şeyi verə bilməmsən. Amma iş belə pis deyil. Yaşını qızımız bir neçə dəfə atmışdı deyəsən. Çünki adınızı avtomatik tuturam. Aha, bu iş uşağımızın işi də adım Xəvvərdir. Xavvər. Yəqin oğlan uşağıdır. Pis deyil. Bibərdir, acılığını göstərib. Qəşəng üstü flomaster idi ya da quaşla işləyib. Qəşəng görsən. Özdə 7 dənə iş atıb. Bu da qəşəngdir, Xavvərin işidir. Yəqin qız uşağıdır. Çünki bizdə heç də maraqlı bir adı var, Xavvərin. Belə də pis deyil. Aha, bu da qəşəng görsənir. Bunu çox bəyəndim. Digərlərinə nisbətən nəyə görə bədən proporsiyası, o bədən formaları 30 durubda, bunda tam aydın formadır. Bunda da pis deyil. Sadəcə o geyim əladır. Sadəcə o şilaypa ilə o sifətin elə görsənməsi biraz qəribə görsən. Amma belə iş qəşəng, maraqlıdır. 12 yaşlı uşaq üçün. Dediyim kimi 12 yaşlı uşaq üçün məncə qəşəngdir. Digər uşaqlar müqayisə etmək olmaz. Mən müqayisə etməyə xoşum gəlmir. Uşaqlar müqayisə nəyə görə olmur? Əgər eyni uşaq hazırlığa gedirsə, eyni yaşdadırsa, hətta mən onları da müqayisə etmirəm. Nəyə görə? Çünki bu genetika ilə də əlaqəlidir, mühitlə də əlaqəlidir. Əgər mən özümdən götürsəm, mənim ailəm dülgər ailəsidir. Belə düzəltmək, yıxmaq, yeni bir şey əldə etmək, rəssamlıqla məşğul olan insanlar olub. Ona görə də mənim marağım 2 qat plus yaxşı olub, marağım çox olub. Plus daim nəsə görmüşəm, inkişaflətdirmişəm. Məs bu da elə eyni şeydir. Məsələn, yaşıdları 12 yaş olub, bir-birinə baxın fərqli işləyənlər ki var. Hər kəsin öz dəsti xətti var. Necə ki əl yazı deyilən bir şey var. Mənim əl yazım digər əl yazısına oxşamaz. Fərqlilik daim olur. Ona görə rəssamlar bir-birindən fərqləndirən cəhət onadır. Nüsxələri bir-birindən fərqlidir. Yəni əl yazıları. Yəni ümumiyyətlə risunluq deyirik biz. Hər kəsin öz xətti, öz cizgisi fərqlidir. Fərqi yaratmaq olsun ki, bir-birimizdən fərqlənək. Hər dəfə eyni şeylər görmək kim istəyir? Fərqlilik daim yaxşıdır uşaqlar. Sadəcə bəzən bizim mühitimiz onu qəbul etmir. Öyrəşmişik də eyni şeylərə. Bu da məsələn qəşəngdir. Bu işimiz də qəşəngdir. Aha. Sizcə qabiliyyət imtahanı 8.
və 9 bal almaq üçün heykəldə nələr düzəltməliyəm. Və işini də burada qoyuram. İlk növbədə risunku. Heykəli gips kimi yox, biraz elə bir dəmirdən hazırlanmış kimi göstərmisən. Əslində bu hissələr xoşuma gəldi. O işıq kölgəni vermirsən, əladır. Amma o xəttlər ki var, cizgilər ki var. Biz ona risunok deyirik. Onu çox bilindirmirsən. Bu işin əslində yarımçıdır. Bu işi biraz da işləsən yaxşı olar. Bir də fasad hissəsi avqustun az olur. Nədənsə burada çox eləmisən. Boyun hissəsinə də fikir ver. Çənə ağız arasındakı məsafəyə fikir ver. Belə mən baxan kimi bildim ki, avqustdur. O xarakteri verməyə istəmirsən, qəşəngdir, pis deyil. Amma 8-9 niyə də almayasan? Yəni o şey var səndə. O dəst xəttindən görünür ki, ala bilərsən. Yəni yaxşı görsənir. Pis deyil, qəşəngdir. Amma ala bilərsən. Dediyim kimi, tünd işləmə, heykəli gips kimi verməyə çalış. Qulağına fikir ver. Ümumiyyətlə o məsafələr ki var, göz arasında göz məsafəsi, çənə ilə ağız arasındakı məsafə, burunla ağız arasındakı məsafə, ümumiyyətlə fasadın öz ölçüsü, həmçinin hər biri bir-birinə bağlıdır. Bu bir işimizdə, bu onun işidir. Maraqlı görsən. Məsələn, bu işi ilə onu müqayisə edəndə pis görsənmir, maraqlıdır. Şir xoşuma gəlir. Biraz da rənglərdən istifadə edə bilərsən. Bir neçə rənglə istifadə edə bilərsən. Biz rəngkarlıqda bunu bilirik ki, hər bir rəngin tərkibində digər rənglər də var. Amma biz hər dəfə eyni rəngləri vururuq. Çalış ki, rənglərdə daha qorxusuz ol. Bir neçə rənglə istifadə et. Bu işi mən də görmüşəm. Bu xanım deyir ki, paint me, mənim şəklimi çəkin və bir neçə insan da Instagramda bu xanımın şəklini çəkib. Bəziləri çox qəşəng oxşadı, bəziləri də fərqli. Burada da məsələn oxşarlıq var. Yenə şəkil, real şəkillə digər işi yan-bayan qoyacağam. Gözlərə fikir ver. Orada biraz gözlər biraz necə deyirlər, aşağıya doğru, biraz bayıq deyirlər o formada. Burnu pis deyil, ağzı da biraz da oxşada bilərdi. Ümumiyyətlə bu qız biraz kökdür. Yəni dolu, sifəti doludur. Səndə biraz yığılıb. Amma belə pis deyil, oxşatmırsan da. Yəni qaşlarına da fikir ver. Qaşlar da pis deyil. Sadəcə orada alnının səndə orada belədir, səndə belədir, genişlikdir. Fikir verin uşağa. Amma belə pis deyil, yəni maraqlı işləmirsən. Yenə həmin qızımız atıb 3 gün əvvəl. Biologiya dəftəri. Uşaqlar, mənim də biologiya dəftərində çox belə işləyərdim. Müəllimim götürərdi, deyərdi ki, bu rəsm dərsi deyil. Yəni o pis niyyətlə deməmişdi əlbəttə ki, amma mən biraz pis olmuşdum da uşaqların yanında. Yəni hətta müəllim şey eləmişdi, baxın necə vaxt ayırıb, şey eləyib deyərdi. Amma nəsə mən uşaq idim, mən biraz şey olmuşdum da. Biologiya dəftərim çox qəşəngdir bu arada. Afərin. Və bu, müəllimə memarlığa hazırlaşın, 14 yaşım var, 14 yaşlı uşaq. Qəşəng işləyib, gözü çox maraqlıdır. Memarlığa hazırlaşırsansa, bu hissə çəkmək afərin. Ştrixi öyrənmək üçün də parçaları, ümumiyyətlə naturmortu qəşəngcə öyrən. Sonra hissə, göz, burun, ağzı çək. Sonra isə antik baş heykəl ki var. Onlardan sənə düşəcək imtahanda inşallah. Memarlıqda bilirsən ki, birinci qrupdur. İnşallah gözəl də nəticə əldə edərsən. Eyni qızımızdır. Qəşəngdir. Yox, pisdir. 14 yaşa görə məncə çox qəşəngdir. Afərin. Apollon işləyib. Apollon bilirsiniz, uşaqlar günəş tanrısıdır. Qəşəngdir. Sadəcə alnı daha biraz şeydir. Amma mən xoşuma gəldi. Bu da qəşəng. Bu da qəşəngdir. Amma sənin ümumiyyətlə qrafik formada qara işləməyə daha qəşəngdir. Rənglərdə də qəşəngdir, amma o ilk o Apollonu gördüm, xoşuma gəldi. Bu da qəşəngdir. Bax, fərqlənir. Yəqin müəyyən bir vaxtdan sonra keçmişsən, pis deyil, qəşəngdir. 14 yaşlıdır, yəni uşaqlar. 14 yaşa qədər məncə. Bu Van Gogh'un Ulduzlu Gecə əsərini hamı işləyib, mən işləməmişəm. Mavi tonları çox sevirəm, mavi ilə sarının və qaranın birləşimi çox xoşum gəlir. Nədənsə heç çəkməmişim, nə yalan deyim. Van Gogh'un əsərlərində dinamika olur, hərəkət olur. Çox qəşəng işləmişsən. Bu da qəşəngdir. Bu isə digər bir uşağımız. Burada nəyi stop yazılıb? Karusiyaya yox deyək. Oxuya bilmədim. Maraqlıdır. Hardansa baxıb işləmirsən, yoxsa öz fikrin idealında. Uşaqlar, bir şeyi naturadan çəkməkdən öyrəndikdən sonra zehninizdəki şeyləri çəksəniz daha asan olar. Məsələn, məndə uşaqlar hazırlığa gələndə nəyəmə deyirdim, mən öz beynimdəkini çəkim. Deyirdim ki, mən balam, sən beynindəkini mən necə deyə bilərəm ki, sən onu çək və ya çəkmə. Beynindəkini mən necə deyə bilərəm ki, sən düz çəkmirsən və ya yaxşı. Mən məsələn işləyirdi, uşağa deyirdim, kəpənək bildiyimiz kəpənək, biraz qanadları fərqli olur. Amma o deyirdi ki, yox, mən belə çəkmək istəyirəm. Dedim, lap yaxşı, gəl belə eləyək. Evdə bunları işlə,
Burada isə istəyirəm mən sənə necə işləmək lazımdır, onun qaydasını göstərim. Sən də o zehnindəkini onun müqayisə ilə sintez eləməyə çalış. Onu eləyəndə daha sənə aydın, rahat olar da. Yəni birbaşa təxəyyülə qaçmır. Əlbəttə ki, uşaq yaşlarda bunu etmək yaxşı bir şeydir, amma sən əgər rəsm kursuna gedirsənsə və yeni bir şey öyrənmək istəyirsənsə, çalış oradakı yeniliklərdə şey eləyəndə qəbullanmaya çalışmaq lazımdır. Bəzən uşaqlar deyir ki, yox müəllim, mən bu öz fikrim, ideyamdır. Dedim, əla, bunun üçün sketchbook var. Sketchbookda qəşəng işlə, gətir göstər mənə. Mən də çox sevinirəm. Niyə ki, uşaq daim öz üzərində işləsə, deməli irəliləyiş var. Bu işimizdə də qızımız yazıb ki, salam, ilk dəfə göndərirəm, 13 yaşım var. Zəhmət olmasa dəyərləndirərsiniz. Özüm həvəsim var. Düyə məşğul oluram. Düyə yazmaq istəyib, düyə yazıb. Və 5 gün səbirsizliklə, 5-ci günü səbirsizliklə gözləyirəm. 13 yaşlı bir uşaq üçün özü işləyib, ilk dəfə göndərib bura. Bizim icmalı ilk dəfə göndərir. İnşallah davamlı format atarsan və irəliləyişini özün də görəcəksən. Anne kimdir? Yəqin bu işlədiyi həmin adamın portretidir. Maraqlı işləmişsən. Yəni 13 yaş 7-ci sinif uşağı, pis deyil, əla. Yəni davam elə. Əgər həvəsin və istedadın bilinir ki, həvəsin də vardı. Yəni daimi formada işlə. Bəzən uşaqlar olur, həvəsi bir dəfə gəlir. Sonra deyir, yox, mən başqa şey işləmək istəyirəm. Ümumiyyətlə atır rəssam olan daşını. Davamlı formada olmur. Bu çox qəşəngdir. Yeni il də gəlir. 2025 üçün nələr gətirdi uşaqlar şərh bölməsində yazın. Bu çox qəşəngdir. Afərin. Yəni istedadım, bacarığım var. Fondakı səsə görə üzr verirsən uşaqlar, biraz burada səs-küy yarandı. Video çəkəndə həmişə olur. Çəkənlər bilir də, yəni bir dəfəlik hər bir səs hər tərəfdən gəlir. Bu iş çox qəşəngdir. Bu da qəşəngdir. Sanki qız qalasını işləyib, qəşəngdir. Və bu da qəşəngdir, nə yalan deyim. Və burada akvarel texnikası bilir. Hazırlığa getmisənmi görəsən? Çünki hamburger çox qəşəng işləmişsən. Maraqlıdır. Panda da çox qəşəngdir, çox şirindir. Ya bu qızımızda var, əhsən. Müəllim necədir? YouTube videonuzu qoysa sevinərəm. Əlbəttə ki, niyə qoymayım? Bu da qəşəngdir, ürək. Uşaqlar nəsə ürək olsun, göz olsun. Qızlar əsasən qız çəkməyi, oğlanlar da maşın çəkmək üstünü verir. Yəni bu uşağımızda çox qəşəngdir. Pişik də qəşəngdir, patis çox qəşəngdir. Qəşəng. Bizim Şahin Ağayev. Bir neçə rəsm səhifəsi var. Digər videoda da göstərmişdim. Elə bir bu formada, bu stildə işləyir. Yəni hər kəsin öz dəstək xətti var uşaqlar. Yəni fərqlilik yaxşı bir şeydir. Yəni o fərqliliyi görə bilmək, onu hiss etmək tam fərqli bir şeydir. Burada da şəkər qabını işləyib. Və müstəvidə 30 durması qəşəngdir. Şəkər qabı maraqlıdır. Burada yazıb ki, burada sevimli bir şəkər qabı. Bəli. Əgər ən sonda bu rəsmləri işlədəsən. İndidən bol-bol təşəkkürlər. Həqiqətən siz son zamanlarda bizlərin başına gələn ən gözəl şeysiniz. Siz də çox sağ olun. Həqiqətən bu gözəl şərhinizə görə. Dondurma işləyib. Bu da qəşəngdir. Maraqlı işləyib. Yayı sevənlər buradadırsa, bu rəsmdə onların həsr edək. Yay və dondurma uyğundur, deyilmi? Əlbəttə ki. Yəni mən indi çox da yemirəm, sağlamlıq cəhətdən xoşum gəlmirdi. Yəni dondurma əslində yayın sevilənlərdəndir. Mən çox da xoşum gəlmir, nə yalan deyim. Arada keyfim istəsə, bu da qəşəngdir. Mən mikrofonu nöqtə-nöqtə eləyib, səbirlə eləyib. Bəzən musiqiyə və mahnıya qulaq asmaqdan yaxşı təsir edir. Psixoloji olaraq insana. Əlbəttə ki, həqiqətən. Mən özüm də uşaqlar, sizdəmi? Rəsm çəkə-çəkə keyfim olmur qətiyyən. Bu şəkli çəkməliyəm və çatdırmalıyam. Ona görə bir musiqi ilə əhvalımızı qaldırırıq. Hər kəs bir rəssamın dinlədiyi rəsm. Bəzən bizim müəllimimiz olur. Deyir ki, rəsm, musiqi səni o hal-hazırdakı vəziyyətdən çıxardır. Bəlkə də o vəziyyətdə çox qəşəng bir şey ərsəyə gətirərsən. Amma o hal-hazırdakı musiqi səni geri plana atır. Belə də demişdi. Bilmirəm. Hər kəsin əlbəttə ki, hər düşüncəsi fərqli olur. Amma bəzən məndə tam əksinə olur. Mikrofon da ondan ilham aldım. Bax, mikrofonumuz qəşəng. Bax, nəysə əlaqələndirmək yaxşı bir şeydir uşaqlar. Yəni, ona bir məna qatmaq. Düşüncə. Baxın, uşaqlar fərqli düşünür. Yəni, ona, belə deyək də, zövq aldığı şeyi, bəlkə də onu təzən o zövqü xatırlatmaq üçün onu çəkib. Belə də ola bilər. Çünki biz, məsələn, mən mənfi təsir göstərən bir şey çəkmərəm. Siz də məncə. Məsələn,
Mənə xoş bir, məsələn, gündəliyinizdə eləyə bilərsiniz, sketchbook-unuzda eləyə bilərsiniz ki, hə, filan günü bunu gördüm, buna ilhamlandım, bunu çəkin. Sketchbook bunun üçün də önəmlidir. Sketchbookda lazım deyil ki, wow, möhtəşəm əsərlər orada yaradasınız. Əsas məsələ o fikri ora çatdırmaydı. Burada da o dostumuz belə eləyib. Çəkmə ilhamı aldım. Baxın, yəni həqiqətən maraqlıdır. Ona zövq verən bir şeyi əbədiləşdirmək. Zaten rəssamlıq da bu deyilmi uşaqlar? Sənə ilham verən bir şeyi əbədiləşdirmək. Yəni o daimi qalacaq. Əlbəttə ki, məhv ola bilər, atıla bilər, cırıla bilər, hər hansı bir şey başına gələ bilər. Amma sən onu sənin göz önündə olanda avtomatik o xatirən yadına düşür. Qəşəng burada da DVD diskdə də elə. Aha, salonlar daha professional çəkəcəkdim. İşlədiyim üçün vaxtım çox az olur. Ümidvaram bəyənərsiniz. Baxın, qısa müddət, yəni tam sketchbook tərzində işləyir əslində belə baxanda. Qısa müddətli, amma təsirli təsvirlər. Burada da bir qızımız. Özdə mən bunu götürəndə saat təqribən gecədir. Adı da Arzudur, 12 yaş. Bax, 12 yaş uşaqlarda tam da rəssamlığa marağın pik olduğu yaş kateqoriyası. Kursun özündə də 4-cü sinif, 5-ci sinif, 6-cı sinif. 7 və 8-ə çatanda artıq uşaq və elə bir uşağın sevgisi sınanır. Sən həqiqətən bu rəssamlığı istəyirsənmi, istəmirsən? Mənə həqiqətən maraqlı düşdü. Bu qədər uşaqlar, hər birinizin rəsmlərinizə baxdım. Həqiqətən zövq aldım bir sözlə. Aralarında həqiqətən çox dərin düşünənlər var idi. Və bu məqsədə gedənlər var idi. İnşallah bir gün bu gözəl həmkarlarımla üz-üzə gələrəm. Çünki rəssamlığı sadəcə rəssamlıqla məşğul olanlar düşə bilər, amma mən o gözdən baxmıram. Estetik zövqü formalaşmış hər bir insan, rəng duyumu olan hər bir insan bu incəsənəti maraq göstərə bilər. Ola bilsin ki, bu insan bu təhsili almayıb, rəsm təhsili almayıb, amma bu deyil ki, o bu rəssamlıqla məşğul olmasın. Çox da videonu uzatmayım. Digər videolarda görüşənədək hələlik hər birinizi sevirəm. Takipçilər serisi də artıq gələcək. Və kanalda da bu videonu axıra izlədim olaraq bir yorum bildirin. Baxaq neçə nəfər videonu axıra qədər izləyir. Digər videolarda görüşənədək hələlik.